son vaxtlar çox bir maraqlı proses, yəni siz də vətəndaşlar, tamaşaçılar müşahidə edirsiniz. Bilirəm ki, bu prosesləri son vaxtlar ad saymaya ehtiyac yoxdur. Hamınız görürsünüz. Azərbaycanın daxilində və xaricində sanki xaricdə yaşayan vətəndaşlarla ümumən kimlərlənsə hakimiyyət arasında bir diyaloğa ehtiyac olduğu barədə mesajlar, səslər yüksəlməyə başlayırdı. Nə baş verir Ərəstun bəy? Qurban bəy, insanlar yorulublar. Mən belə anlayıram bunu. Gərginlik içində yaşamaqdan, nə bilim, hakimiyyətlə söyüş dilində danışmaqdan, yeri gəlmişən hakimiyyət onlarla söyüş dilində danışır, zorakılıq dilində danışır, ailələrinə təzyiq edir. Yəni, istənilən halda mən barış tərəfdarıyam. Amma bu barış açıq olmalıdır, şəffaf olmalıdır. Hansısa əl altından işlər görmək, nə isə qarışdırmaq, nə isə deyək ki, barış naminə bir xidmət göstərmək, bu şeylər çox çirkli şeylərdir və bunun ömrü çox çəkmir. Belə şeylər sonda uğursuzluqla nəticələnir və kimlərsə burada hakimiyyətin vədlərinə, onun nə bilim öhdəliklərinə aldanıb gedirsə, sonda ancaq özünü yandırmış olur və ümumi prosesə ziyan vurur. Əslində, bax, bu mesajlar da Azərbaycanın daxilində bir barış görüntüsü yaratmaq istəyindən gəlir. Axı, bu mesajlar hakimiyyətə bağlı şəxslər tərəfindən də səsləndirilir. Bilirsiniz, təkcə mühacirətdə olanlar yox. Yox, Rauf Arifoğlu'nu mən deyirəm. Məsələ, Rauf Arifoğlu'nu mən çıxışını gördüm. O birbaşa efirdən müraciət edir, təklif edirdi. Amma nə dərəcədə bunlar səmimidir? Bu Azərbaycan hakimiyyətinə nə qədər inanmaq olar ki, bunların bu çağırışına xaricdə yaşayan vətəndaşlar reaksiya versinlər? Mən inanmazdım. Mən inanmazdım. Azərbaycan hakimiyyəti belə bir çağırış etməzdən əvvəl o hələ öz daxili problemlərini həll eləməlidir. O daxildən bir homogen olmalıdır, vahid olmalıdır. Biz gəlin bir şeyə diqqət yetirək. Əgər hüquq mühafizə orqanları, güc strukturları Rusiyanın nəzarətindədirsə, bugün anti-Rusiya əhvallı müxalifətə, müxalif qüvvələrə silah tuşlanır. Biz bunu açıq aydın görürük.